Dayandı. Hə, Dinə. Dostlar, bu günlər mən dərsə gedirəm, amma biraz gec başlayacağım. Mən dediyi şeyi öyrənmək üçün. Çünki hər gecdir, hər dərs başlamayıb deyə. Mən hər də evdəyəm. Başlayan kimlər gec başlayacağım İndi dərsə. nə öyrənirik? İndi başlayacağım. İngiliscə öyrənirik. Hə, ingiliscə. Dərs 1 nədir? Deməlidir hello. Hello. Nə deməkdir? Yəni salam. Afərin. How are you? How are you? Yəni nə deməkdir? Adımı deyəm. Yox. Necəsən? Sən necəsən? Necəsən sən? I am fine. I am fine. Yəni nə deməkdir? Adımı. Adımı demirsən, o qurban deyim. Mən yaxşıyam. Mən yaxşı. Amma Məhəmməd deyib ki, adımı da deyir. Adımızı növbəti dərsdə öyrənəcəyik. Bunu öyrənək sonra. Bu keçən dəfəki dərsdə öyrənməmisən sən. Thank you. Thank you. Nə deməkdir? Sağ ol. Goodbye nə deməkdir? Goodbye. Goodbye sağ ol deməkdir. Yəni gedirsən harasa, sağ ol deyirsən, gedirsən. Thank you isə çox sağ ol. Nəsə kimsə sənə yaxşılıq edir. Məsələn, bu dəftəri götürüb verirsən, sənin üçün çox sağ ol. Ya və yaxud da deyir, mən yaxşıyam deyirsən, hə, çox sağ ol. Deyir, indi təzədən dialoq eləyək sənin. Yox, bu birisini oxuyaq. Hello, Bəxtiyar. Hello, Bəxtiyar. Ya mən sənə deyim, hello, Toğrul. Hello, Toğrul. Yox, mən sənə deyəcəm, hello, Toğrul. Sən deyən, hello, Mazər. Hello, Mazər. Hello, Toğrul. Hello, Mazər. How are you? How are Mən you? səndən soruşuram. How are you? Necəsən? Necəsən? Sən mənə ingiliscə cavab ver. Necə? I am fine. I am fine. Thank you. Thank you. Təzədən de. Thank you. I am fine. Thank you. I am fine. Thank you. Goodbye. Goodbye. Mən də sənə Goodbye. goodbye elədim. İndi təzədən deyər. Hı-hı. Hello, Toğrul. Hello, Toğrul. Yox, mən sənə hello, Toğrul dedim. Sən desən hello, Mazər. Mazər ana deməkdir. Hı. Hello, Toğrul. Hello, Mazər. How are you? How are you? Mən səndən soruşuram. How are you? Deyən yaxşıyam. Yaxşıyam. İngiliscə dönüm də. İngiliscə deyəm. I am fine. I am fine. Thank you. Thank you. Sonra deyirsən goodbye. Goodbye. İndi təzədən deyək bir də. Hello, Toğrul. Hello. Mazər. Hello, Azər. Mazər. Mazər. How are you? How are you? İngiliscə cavab verəcəm mən ona qurban. Ama I İngilizcə. am fine. I am fine. Thank you. Thank you. Sonra deyirsən goodbye. Goodbye. Mən də sənə goodbye Goodbye. deyirəm. Hə? Goodbye. İndi keçək ikinci dərsimizə yaxşı. Biri biraz yarıtdıq, keçək ikiyə. Dərs ingiliscə lesson deməkdir. Lesson nədir? Lesson dərs deməkdir. Lesson 2. In the classroom. Yəni ki, otağın içində. Dərs otağının içidir. Bax, bura görürsən şəkli. Babaya. Babaya. Ora keçmədə hələ bir öyrəndiyimizi öyrənək sonra. Bax, görürsən, buranın dərs otağının içidir. Bu nə demək istəyir? Dərsdəyəm. İngiliscə o deməkdir ki, in the classroom, yəni dərs otağının içində. Uşaqlar oradadır. What is your name? What is your name? Sən denən. What is your name? Təzdən de. What is your name? What is your name? What is? What is? What Bu de. What is What is? your name? What is no name? Your name. No name. Your. You or your. What What is your name? Bu şeyde bu. Doğru. Bunu keçsək də, bu da bunun davamıdır. Bu da ingiliscədir, o da ingiliscədir. Təzdən de. What is your name? What is your Your name? name. What is Your name? name. Bir də de. What is your name? What is your name? Sən nə cavab verəcəksən? My name is My name is. Toğrul. Adımı deyirsən. My name is Togo. Aferin. Ben de onu diyeyim de my name is Togo. Aferin. Ben onu İngilizce bu Və tarafa. yaxud da belə deyə bilərsən. I am Toğrul. Yəni I o am da- Togo. Mən, o da mən Toğrulam deməkdir.
My name is Toğrul, mənim adım Toğrul deməkdir. Bu isə I am Toğrul, o qısa deyirsən, mən Toğrul. Hadi. Ya bir tərəfə baxım, oxuya bilim də, oradan oxuyamıram axı. Sonra deyir I am Toğrul. Children nə deməkdir? Children. 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 Children yox, children. Children. Yəni uşaqlar, bax bu başda görsən uşaqlar. Children. Uşaqlar. A teacher. A teacher. Müəllim. 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 Aferin Toğrula. Buna çeşit. Stand up. Stand up. Stand up. Nə deməkdir? Müəllim gəldi, otağa girəndə birinci siz ayağa qalxırsınız. O nə deməkdir? Stand up. Yəni ayağa qalxın. Ya da müəllim girdi otağa, sizə deyəcək ki, stand up. Deyəcək, yəni durun ayağa. Stand up children deyəcək. Çıxanda çaya. Çıxanda deyəcək ki, goodbye. Hello ilə goodbye qarşıladıq. Sonra deyəcək sit down. Müəllim gəldi içəri. Deyir ki, stand up children. Uşaqlar deyir, qalxın ayağa. Qalxdınız ayağa. Qalxdı. Müəllimə salam verdiniz. Hello teacher dedin. Teacher. Sonra deyir ki, müəllimə deyir, sit down children. Oturun, əyləşin yəni. Bildin? Mənə qulaq asırsan, yox. Sonra deyir ki, oturun, əyləşin uşaqlar. Yəni oturun, əyləşin Aha, uşaqlar. sonra da siz əyləşirsiniz. Bu bizim ilk 2 dərsimiz idi. Amma məncə biz bunu yeni təkrarlayaq. Çünki tam dəqiq bilirik. Bunu oxuyayım, bunu oxumaq. Bu da ingiliscədə, yana qurban. Good morning, good afternoon, good evening, good night. Bunlar ingiliscədir hamısı. Sən bunları bilmirsən, bunları bilək, sonra keçək də bunları. Bu da var. Hamısı. Bu kitab ingilis dili kitabı. Ona görə hamısı ingiliscədir. Yəni sən bunun hansı vərəqini çevirsən, ingiliscə olacaq. Azərbaycanca bilirsən, oxuya bilirsən, sən bilmirik ya xanım bunu. Hələ hərfləri tanımırsan. Yox, Azərbaycan dildə oxuya bilmirəm. Oxuya bilmirsən, bəli. Ona görə də biz yavaş-yavaş birinci bunu öyrənək, sonra onu öyrənək. Yaxşı öyrən. İndicə danışaq bir də. Ay bala, ay uşaq. Düz otur. Düz otur görün. Davay 1, 2, 3. Mən deyirəm hello Toğrul. Düz otur. Bax, incidirsən ha. Hello Toğrul. Hello Toğrul. Mən sənə hello Toğrul deyəcəm, sən mənə hello Maza deyəcəksən. Hello Toğrul. Hello Toğrul. İncidirsən ha. Tamam. Hello Toğrul. Hello Aza. Maza. Maza. How are you? How are you? Mən səndən soruşuram. Sən mənə deyəcəksən, mən yaxşıyam. Tamam. Denən. Mən yaxşıyam. İngiliscə denəndə. İngiliscə. Hə. İngiliscə bilmirəm. I am fine. I am fine. Sonra mən sənə deyəcəm goodbye. Sən də mənə deyəcəksən goodbye. 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 Goodbye yaxşı bilirsən. Burada deməli deyir hello. Hello. Nə deməkdir hello? Hello lan sayam. How are you? How are you? O nə deməkdir? Say. Necəsən? Necəsən? I am fine. I am fine. O nə deməkdir? Fine. Mən yaxşıyam. Mən yaxşıyam. Thank you. Thank you. Yəni Yəni cavab verdin nə deməkdir? Aynen gülürsən. Cavab verəcəm nə deməkdir? bilmirəm. Thank you. Thank you. Çox sağ ol. Çox sağ ol. Sonra goodbye. Goodbye nə deməkdir? Goodbye. Goodbye. Sağ ol. Aferin. Görün qəşəng şəkildə kitabı aid olur. Adamın həvəsi gəlir ingiliscə öyrənməyə. Sən niyə öyrənmək istəmirsən? Sonra keçdik lesson 2-yə. Bunu çiş. Lesson 2-də deyir ki, in the classroom. Bu nə demək oldu? İnzi kasu. Nə deməkdir bu? İnzi kasu bilmirəm. Classroom. Kasu. Nə deməkdir? Bilmirəm. Otağın içində də, dərs otağının içində. Hə. Elə eləmədə də fikrim məndə olsun. Toğrul. What is your name? What is your name? Sən mənə cavab ver görüm ingiliscə. What is your name? Mən səndən nə soruşdum indi? What is your name? Yəni, Yəni nə deməkdir what is your name? sayam. Yox, salam demək deyil. What is your name? Sənin adın nədir? Odur. Ha.
Mən niyə çaşdırırsan? Mən çaşdırmadım ki, özün səhvdin. Özün səhv deyirsən. Yaxşı, what is your name nə deməkdir? Bilmirəm. İndi demədik. What is your name? Sənin adın nədir? Adım Toğu. Hay Allah. Burnum ağrıdır. Ama getdim. Getmə, gəl otur bura. Gəl otur bura. Hara getdin? Gələcəm. Buraca görüm. Gələcəm.